Media Doktor, sağlığın varlığındır. Hər vaxtınız xeyir olsun. Media FM-in efirində Media Doktoru dinləyirsiniz. 105.5 dalğasında bizi dinləyən hər kəsi salamlayıram və hər birinizə uğurlu yol diləyirəm. Bugün bizim nəfəs almamızı təmin edən bir orqanımızdan danışacağıq. Mənim studiyada çox dəyərli bir müsahibim var. Uzun illərdir kollektivinə hörmət etdiyim Lor Hospitalın kollektivindəndir doktorumuz. Asif Əhmədov bugün studiyamızın qonağıdır. Otorinolaringoloq, Lor Hospitalın dəyərli mütəxəssisi, qulaq, burun, boğaz və boyun cərrahı. Bayaq doktorumuzla efir öncəsi danışdıq. Əslində mən lor cərrahlarımızın həm də boyun cərrahiyyəsi ilə məşğul olduğunu bilmirdim. Baxmayaraq ki, uzun illərdir doktorlarımızla işləyirəm. Mənə sürpriz oldu, maraqlı oldu. Əslində bunu hardasa doktor müqayisə elədim ümumi cərrahiyyə ilə. Çünki orada da çox böyük bir sahəni əhatə eləyir cərrahiyyə. Deməli bu lor cərrahiyyədə də belədir. Xoş gəldiniz. Necəsiz? Xoş gördük. Çox sağ olun. Sizi studiyamızda görməyimə çox şadam, çox yaxşıyam. Şükürlər olsun. Dəyərli həkimlərimizlə söhbət aparmaqdan zövq alıram. Niyə? Çünki bu bizim əhalimiz üçün, xalqımız üçün çox önəmlidir. Deyir, insanın ən gözəl silahı onun biliyidir. Evet. Səhhəti ilə bağlı, orqanizmi ilə bağlı məlumatlı olan insan həm də öz sağlamlığına qarşı, belə deyim, sözün əsl mənasında dəyənəyi əlində saxlayan insan hesab olunur. Doktor, bugün burun cərrahiyyəsindən danışacağıq. Əslində estetik cərrahiyyə biraz bu alanı, bu sahəni silkələdi. Ucdan tutma həm də qızlarımızın burun əməliyyatı etdirməsi biraz da insanlarda qıcıq yaratdı bu sahəyə qarşı. Halbuki çox zaman burun cərrahiyyəsi, rekonstruktiv cərrahiyyə, rinoplastika qurtarıcıdır. Burada travması var, anadan gəlmə ciddi problem olan insanlar var, nəfəs alma problemləri var, say bitməyən məsələlər var, burun polipləri var, sinus əməliyyatları var. Bunu cərrahlarımız çox yaxşı bilirlər. Bugün sizinlə məhz bu məsələləri araşdıracağıq. Mən öncə istəyirəm, gəlin bunun bir tərifini qoyaq. Rinoplastika kimlər üçün edilən əməliyyatlardır? Rinoplastika əməliyyatı burun formasını dəyişən bir əməliyyatdır. Yəni ki, burun formasını dəyişməyə ehtiyacı olan insanlar rinoplastika üçün müraciət eləyir. Lap əvvəllər rinoplastika sadəcə görünüş dəyişirdi. Burun görünüşü, burun xarici görünüşü dəyişirdi. Deformasiya aradan qaldırılırdı. Hal-hazırda isə burun tənəffüsü, burun funksiyası da bərpa olunur. Yəni ki, burun daxilində çəpər əyriliyi, bundan əlavə burun balıqlarının hipertrofiyası olan xəstələrdə bunlara da müdaxilə olunur və rinoplastika bütöv bir artıq cərrahiyyə olaraq icra olunur. Yəni burun funksiyası bərpa olunur, eyni zamanda da burun görünüşü dəyişir müsbət mənada. Doktor, mən istəyirəm biraz bu məsələləri incələyək, o dediyiniz xəstəlikləri. Bugün insanlar özündə hansı əlaməti hiss edərkən artıq bilməlidirlər ki, onların nəfəs alma ilə bağlı problemləri var. Burun nəfəs alma sahəsində öz işini görmür. Hansı əlamətlər? Birinci növbədə bizdə burun tutulmasıdır. Burun tutulması ümumiyyətlə insanda gün ərzində çox problem yaradan, bundan əlavə gün ərzində olan komfortunu çox pozan bir simptom sayılır. Ona görə də bizə müraciət edən xəstələr əsasən burundan tənəffüs çətinliyi olan xəstələr olur, pasientlər olur. Bundan əlavə axıntı ola bilər. Bundan əlavə təbii ki, forma, görünüş dəyişikliyi ilə, istəyi ilə müraciət edən pasientlərimiz olur. Amma bunların siyahıda ən birinci, ilk sırada gələni burun tənəffüsünün çətinliyi olur. Bunu günlük fəaliyyətlərdə və yaxud da ki, efor tələb edən hansısa bir fiziki məşğuliyyət zamanı, bəli, hiss elədiyi tənginəfəslik ilə əlaqələndirənlər olur. İndi o pasientdən pasientə dəyişən bir məsələdir, simptomdur. Bəli, ağırlıq dərəcəsi təbii ki, dəyişir. Amma birinci növbədə burun tənəffüsünün çətinliyidir. Doktor, burun tənəffüsünün çətinliyi deyəndə artıq bu fraza ki işlənilir. Mənim niyəsə fikrimə birbaşa uşaqlıq gəlir. Məsələn, uşaqların ağzı açıq yatması, uşaqların yaxşı nəfəs ala bilməməsi. Bildiyim qədərilə bu çox önəmli bir məsələdir. Hətta uşaqların aqressiyasına, yaddaşsızlığına, diqqətsizliyinə bir çox nəticələrə gətirib çıxaran problemdir. Halbuki valideynlər bunu o qədər də bəzən ciddi hesab etmirlər. Gəlin
gəlin elə uşaq dövrlərindən başlayaq. Çünki sizin cərrahiyyədə dediniz ki, yaş həddi tanımır. İstənilən yaş həddində insan sizin belə deyək cərrahiyyənin qonağı ola bilər. Uşaq dövründən başlayaq. Həmin dövrdə o belə deyək nəfəs alma problemi nə dərəcədə qiymətləndirilir həkimlər tərəfindən və kimə qərar verilir ki, o uşaq artıq əməliyyat olunmalıdır? Bilirsiniz, indiki dövrdə ailələr daha şuurlu formada yanaşırlar bu məsələyə. Nə gözəl. Və gün ərzində, xüsusilə gecələr uşaqlarda ağız açıq yatma, xoruldama əsas simptomlar olur. Bunlara çox nəzarət edirlər. Və belə bir simptomu olan, belə bir narahatlığı olan təbii ki, ailə, ana-ata tərəfindən uşaq gətirilir bizə və uşağın müayinəsini aparırıq. Bir çox halda bu tip uşaqlarda burun əti el arasında burun əti olaraq bilinən adenoid hipertrofiyası ola bilər. Bəzən tanzilyar hipertrofiya ola bilər. Yəni badamcıq hipertrofiyası böyüklüyü boğaz əti dediyimiz. Boğaz əti dediyimiz el arasında bəli, çox doğru olaraq bilinən. Bunların böyüklüyünə bağlı, yəni hipertrofiyasına bağlı xoruldama ola bilər uşaqlarda, ağız açıq yatma ola bilər. Bu isə öz növbəsində təbii ki, uzun müddət müalicəsiz, müdaxiləsiz qaldığı zaman uşaqlarda bəzi problemlərə səbəb ola bilər. Bunların ən başında gələn problemlərdən biri üz deformasiyasıdır. Yəni üz sümüklərinin inkişafı üçün burun tənəffüsü şərtdir. Bəli. Bu olmadığı zaman üz inkişafında, yəni sifət görkəminin formalaşmasında bəzi problemlər ola bilər. Üst çənə daha batıq olur, alt çənə belə deyək, üst çənə ilə qeyri-mütənasib olaraq böyüyür, inkişaf edir və alt çənə sallanmış olaraq görünür. Bundan əlavə damaq quruluşu dəyişir, diş formalaşması gecikir və sırasız, yəni qeyri-müntəzəm, sıralı olmayan, düzgün sıralı olmayan diş quruluşuna sahib olur bu uşaqlar. Bəli. Doktor, kaş ki bəxti gətirə həmin dönəmdə uşaqların o problemləri həll olunar. Çünki gələcəkdə bu hətta mərhələli üz çənə cərrahiyyəsinə qədər uzanır. Yəni heç bu rinoplastika ilə də bitən bir şey deyil. Amma çəpər əyriliyinə bunu aid etmərik, eləmi? Çəpər əyriliyində işlər daha asandır deyə düşünürəm. Yəni insanlar həm nəfəs almanı, həm də görkəmi tez bir zamanda rinoplastların sayəsində geri qaytara bilərlər. Çəpər əyriliyi sırf əgər burun formasında mən heç bir dəyişiklik eləmək istəmirəm deyən pasiyent üçün sırf çəpər əyriliyi əməliyyatı bəli icra oluna bilər və sırf çəpər əyriliyi əməliyyatı ilə istədiyi tənəffüsə belə deyək də qovuşa bilər xəstə. Əgər xaricdən ciddi bu çəpər əyriliyinə belə deyək də görünmürsə, düzəldə biləcək bir ciddi deformasiya yoxdursa, təbii ki, burun, yəni xarici burun forması dəyişdirilmədən, rinoplastika olmadan sırf çəpər əyriliyi ilə pasiyent istədiyi nəfəs əldə edə bilər. Doktor, həmin əməliyyat qapalı mı aparılır, yoxsa açıq mı edirsiniz o əməliyyatları? Qapalı olur. Qapalı olur. Bildiyim qədərilə o daha rahat əməliyyatdır. Bəli, xaricdən görülən heç bir kəsik və s. aparılmadan burun daxilindən icra olunan bir əməliyyatdır. Əməliyyat müddəti daha nisbətən qısa olur. Əməliyyat sonrası dövr daha rahat keçir. Belə. Yəni pasiyent işə nə zaman qayıda bilir, doktor? Məsələn, daxili çəpər əməliyyat etmisinizsə? Biz standart bir həftə deyirik təqribən. Çünki bir həftə boyunca burun gözaltı qaralma olur mu? Xeyr. Olmur. Xeyr, olmur. Yəni xaricdən heç bir formada hiss edə bilmirsiniz, belə deyək, çəpər əməliyyatını. Rinoplastika olarsa, yəni burun xarici quruluşuna müdaxilə olunarsa, o zaman bəli, burunda şişkinlik, göz altında onu hər zaman deyə bilmirik. Bəzi pasiyentlərdə ola bilər, göyərmə və sair kimi dəyişikliklər ola bilər. Biz hər iki pasiyent qrupuna bir həftə deyirik. Nəyə görə bir həftə deyirik? Bir həftə sonra çünki burun sarğısı açılır və burundan normal tənəffüs artıq mümkün olur. Ona görə bir həftə deyirik. Amma məsələn, deyək ki, çəpər əyriliyi əməliyyatı olunan bir pasiyent 2-3 gündən sonra əgər ofis işidirsə, yəni öz işini görə bilər və ya evdən əgər bəzi
kompüter və sair işlər varsa idarə edə bilər. Evdən idarə olunan işlər bəli idarə edə bilər. Doktor, rinoplastika bugün daha çox görünüşü dəyişmək həvəsi kimi görünür. Bəli. Bugün siz cərrah olaraq da pasientlərinizdə eynisini görürsünüzmü, yoxsa əməliyyat etdiyiniz insanların yox, həqiqətən problemi vardı, ona görə əməliyyat etdim deyirsiniz? Yoxsa insanlar yeni görünüşə mi görə gəlirlər? Mənim xəstə qrupumda daha çox bu deyim ki, sizə yarı-yarıyadır. Yəni 2 nəfərdən birində tənəffüs problemi olur və ya ciddi xarici burun deformasiyası görürük. Amma hər dövrün bir tendensiyası olur, bir marağı olur. Müasir dövrdə bəli, rinoplastika bir növ özünə baxımın belə deyək də bir komponenti, bir parametri artıq sayılır. Və rinoplastika təkcə bugünkü gün üçün deyim, sırf funksionallıq əməliyyatı deyil. Biraz psixoloji tərəfi olan bir əməliyyatdır eyni zamanda. Biraz deməzdim doktor bunu. İnanın bunu biraz deməzdim. Çünki həqiqətən də xanımlar var ki, baxırsan burnunda heç bir problem yoxdur, amma cərraha yapışır ki, mən əməliyyat eləmək istəyirəm, dəyişməliyik, burnumda bir şeylər etməliyik. Doktor, bayaq dediniz ki, tənəffüs problemi varsa, o tənəffüs problemini necə ortaya çıxarırsınız? Müayinə necə aparılır orada? Tənəffüs problemini biz adətən müayinə zamanı endoskopik müayinə aparılır və bu zaman bəli, burun daxilinə baxılır. Bu zaman orada olan hansısa bir patoloji dəyişiklik, belə deyək, istənməyən hansısa bir vəziyyət varsa, o müşahidə olunur, görülür. Doktor, ağrıdırmı? Ağrılıdırmı proses? Yox, ciddi belə yəni dözülməz bir şey bəli deyil. Bir problemli bir müayinə üsulu sayılmır bu. Çünki insanlar instrumental müayinələrdən çəkinirlər və doktora gələrkən də istər-istəməz bəli, bizim müayinələr biraz bəli haqq veririk pasientlərə. Çünki bizim müayinələr bir növ baxsanız qulağa da qulaq xaricdən bir dəlik görünür və biz instrumental müayinə aparırıq. Yəni qulaq daxilinə giririk, ora baxırıq. Yəni və ya boğaza deyək ki, baxaq. Bunların hamısında pasientdə istər-istəməz bir diskomfort, qorxu ilə yanaşan pasientlər olur, bəli, amma yəni ciddi ağrılı, problemli bir əməliyyat deyil. Ancaq digər tərəfdən də əməliyyat olacaq bütün pasientlərə baxılmalıdır qəti surətdə. Çünki daxildə olar ki, hansısa bir problem olar. Biz onu, yəni o doğru bir şey deyil. Bəli, gözdən qaçırdarıq. Yəni o qeyri-professionallıq sayılır. Bundan əlavə hansısa dərmanla keçə biləcək bir dərman müalicəsi ilə, tibbi müalicə ilə keçə biləcək bir problemi pasiyenti götürüb əməliyyat eləmə kimi ehtimalımız var. Bu da yenə eyni formada qeyri-professionallıq sayılır və çox yol verilən bir nüans deyil bizim sahədə. Doktor, mən fasiləmizə az qalır. Mən istəyirəm sizdən bir qədər Lor Hospital barəsində soruşum. Hal-hazırda yenə də əvvəlki kimi tendensiyalarınız qalırmı? Bütün əməliyyatlar icra olunurmu? Qulaq, burun, boğaz cərrahiyyəsində koklear implantlar hər biri yerinə yetirilirmi yenə? Bəli. Lor Hospitalda bu gün üçün deyim mən sizə bütün növ qulaq cərrahiyyələri, eləcə də burun cərrahiyyələri, ağız boşluğu, boğaz cərrahiyyələri, boğaz dediyimiz zaman səs telini də belə deyək, qırtlaq cərrahiyyəsi də bura aiddir. Eyni zamanda xarici belə deyək, boyun gördüyümüz, yəni boyunda hansısa bir şişkinlik və sair xəstəlik problemi, bunların hamısı cərrahi üsulla və eyni zamanda tibbi müalicə ilə, yəni dərman müalicəsi tələb edən xəstəliklərdə dərman müalicəsi ilə müalicə olunur. Lor Hospital artıq uzun illərdir ki, Azərbaycanda bu sahə üzrə ixtisaslaşmış bir klinikadır və bunu hər kəs çox yaxşı bilir və çoxu zamanda ən yaxşı cərrahları ətrafına toplayır klinika. Bu zaman da belə görülüb və xüsusi olaraq dar ixtisasla hansısa bir cərrah axtarılırsa, insanlar həmişə ilk olaraq Lor Hospitalı xatırlayır ki, yəqin ki, o cərrahları biz orada tapa bilərik və bu gün də belədir. Hətta deyərdim ki, Azərbaycanda barmaqla sayılacaq, məsələn, səs teli ilə məşğul olan cərrahlar var ki, onlar da sizin klinikada çalışır. Keçən efirlərimizdən birində qonağım oldu və çox maraqlı söhbət etdik həkimlərimizlə. Elə bugün də Asif doktor studiyamızın
studiyamızın qonağıdır. Əgər suallarınız varsa dalğamızın da canlı yayım üçün nömrəsi var. 055 999 1055 yığa bilərsiniz. Hal-hazırda TikTokda da canlıdayam. Oradan da suallarınız varsa ünvanlayın. Mənzil başına tələsirsinizsə sağ-salamat çatın deyirəm. Lor Hospitalda çalışır doktorumuz. 051 367 36 73 nömrəsi ilə doktorla şəxsi olaraq əlaqə saxlaya bilərsiniz və ya Lor Hospitalın çağrı mərkəzi olaraq Ulduz 0111 və ya 077 502 00 33'ü yığa bilərsiniz. Media Doktor'u dinleyirsiniz. Media Doktoru dinləyirsiniz 105.5 dalğasında. Hal-hazırda bizi dinləyən hər kəsə, yeni qoşulanlarımız varsa uğurlu yollar arzulayıram. Bizi elə izləyə də bilərsiniz. Media Doktorun belə deyə yayımlandığı Media FM-in saytına daxil olaraq oradan da canlı izləmə imkanınız var və təbii ki proqramlarımız da sonrasında hər biri bütöv şəkildə YouTube-a yerləşdirilir. Proqramlarımızı YouTube-dan da izləyə bilərsiniz Media Doktor yazaraq. Biz bugün nədən danışırıq? Burun sağlamlığından danışırıq. Burun cərrahiyyəsindən danışırıq. Əslində bu daha çox estetik cərrahiyyə olaraq məşhur olsa da heç də belə deyil. Çünki nəfəs alma ilə bağlı ciddi problem yaşayan, hətta sözün əsl mənasında görkəmində də ciddi problemlər yaşayan insanlar var ki, onların sözün əsl mənasında rinoplastika, eyni zamanda rekonstruktiv burun cərrahiyyəsi onların çıxış yoludur. Travmalar sonrası, hər hansı məişət qəzalarından sonra, avto qəzalardan sonra doktorlar olmazsa olmazın işlər görürlər. Bugün mənim studiyamın qonağı Lor Hospitalın dəyərli otorinolaringoloqu Asif Əhmədovdur. Doktora müraciət etmək istəyən hər kəs 051 367 36 73 nömrəsini yığa bilərlər ya da Lor Hospitalın çağrı mərkəzi olan Ulduz 0111 və ya 077 502 00 33 nömrəsini yığa bilərsiniz. Doktor, biz fasilədən öncə bir qədər çəpər əyriliyindən danışdıq. Mən istəyirəm bir qədər bunun eyni zamanda rinoplastikadan da danışaq və orada çəpər əyriliğində, eyni zamanda rinoplastikada əvvəllər müəyyən belə deyək, cərrahlarımız üsullar istifadə eləyirdilər ki, bu zaman insanları qorxutmağa başladı. Hətta bir-birinə deyirdilər ki, getmə, orada qığırdaq götürülür, sonra istəsən də düzəldə bilməyəcəksən. Ancaq bildiyim qədərilə indi bu tendensiyanı dəyişmisiniz. Başqa bir üsulla cərrahi aparırsınız. Bəli. Bunun zəhmət olmasa incəliyindən danışaq bir qədər. Demək, əvvəllər burun cərrahiyyəsi, yəni çəpər əməliyyatı zamanı, el arasında çəpər əməliyyatı olaraq bilinir, septal cərrahiyyə, septum cərrahiyyəsi. Bu zaman deməli burnun orta qığırdağının əyri hissəsi xaric edilmirdi. Tamamilə xaric olunurdu. Yəni onun təbii ki qığırdaq tamamilə götürülürdü. Əlbəttə, düz hissəsi də var, əyri hissəsi də var. Tamamilə çıxarılırdı, götürülürdü. Bundan sonra pasientlər də müəyyən dövr sonra, yəni bu 1 ildə ola bilər, 5 ildə ola bilər. Sonra pasientlərdə burunda deformasiya, xüsusilə sürüşmə, aşağı sürüşmə, yəni buruncunda düşmə, burun belində belə də içəri batıqlıq kimi deformasiyalar yaranırdı. Təbii ki, son dövrlərdə tibb çox dəyişdi. Bütün sahələrdə olduğu kimi bizim də sahədə eyni formada dəyişiklik, müsbət yöndə dəyişiklik baş verdi və bugünkü gündə artıq həmin formada icra olunmur əməliyyatlar. Burun dəstəyi saxlanılır. Çünki siz onu çıxardığınız zaman, yəni qığırdağı tamamilə xaric etdiyiniz zaman burnun dəstəyidir həm də qığırdaq. O dəstəyi aradan qaldırmış olursunuz və burun dəstəyi olmayan zaman buruna təbii ki çökmə baş verir. Hər şeydə olduğu kimi bütün evin dəstəyi olmasa ev də çökəcək. Yəni eyni prinsiplə, bəli, burnun dəstəyini qoruyuruq. Əgər zədələnmə və ya hansısa deformasiya varsa, onu təkrar həmin əməliyyat zamanı, yəni eyni seansda bərpa olunur, bərpa eləyirik ki, dəstəyi olmayan burun təbii ki problemli burun sayılır. Çünki əvvəllər mən bir neçə insanın nümunəsində gördüm. Hətta cərrahlarımız onu demək olar ki, geri qaytara bilmədilər. Yəni 3 əməliyyat hətta insan keçməsinə baxmayaraq istədiyi görüntünü ala bilmədi. Dediyiniz kimi o yəhərdə artıq çökmə yarandı və bununla da iş bitdi. Ancaq bugün bunu niyə vurğulamağını istədim? Çünki axır vaxtlar bu insanlar arasında gəzən bir məsələ idi. Bildiyim qədərilə də ki, cərrahiyyə bu istiqaməti dəyişdi. Siz də gözəl izah verdiniz buna. Artıq qorxmağa ehtiyac yoxdur bu məsələdən. Doktor, bir də adətən rinoplastikadan sonra daha çox insanların şikayət etdiyi burun axması. Niyə olur bu? Bu allergik reaksiyadırmı, yoxsa orada funksiyada bir dəyişiklik mi olur? Nə baş verir orada?
Əslində burunda, yəni burun axması birbaşa rinoplastika ilə çox əlaqələndirilməyi doğru deyil. Təbii ki, Şəffaf mayenin gəlməsi. Əməliyyatdan sonra hansısa ciddi travma, belə deyək də, əməliyyat özü də travma sayılır. Əməliyyat zamanı istənməyən hansısa bir travma zamanı beyin onurğa mayesi var. Bunun gəlişi ola bilər. Bu ciddi fəsad sayılır əməliyyatdan sonra. Belə bir vəziyyət ola bilər. Yəni bu ehtimal çox-çox aşağı ehtimaldır. Yəni çox nadirən görülə biləcək bir şeydir. Bizim pasientlərdə gördüyümüz isə daha çox əməliyyatla əlaqələndirirlər, ancaq birbaşa əməliyyatla əlaqəsi yoxdur bunun. Çünki hansısa bir belə deyək də bizim tənəffüs elədiyimiz havada təbii ki tozlanma dövründə polen tozcuqlar var, toz var. Bundan başqa müxtəlif qazlar var. Həmin havada tənəffüs zamanı burunda hansısa bir axıntı ola bilər. Adi bir fakt deyim mən sizə. Gün ərzində məsələn küləkli günlərdə daha çox burun axıntısı olur insanlarda, nəinki adi quru havada, küləksiz havada. Toz olduğu üçün. Bəli. Bundan əlavə isti-soyuq dəyişikliyinə bağlı burunda axıntı ola bilər. İnsan təbiəti belədir ki, təbii ki, hər şeyi daha əvvəl keçirdiyi bir hadisə ilə əlaqələndirməyə meyllidir. Ona görə də daha çox pasientlər bunu burun əməliyyatı ilə, cərrahisi ilə əlaqələndirirlər, amma birbaşa əlaqəsi olan bir şey deyil. Cərrahı günahlandırmaq daha rahatdır axı doktor. Yox, yəni o mənada demək istəmirəm, amma həqiqətən yəni birbaşa bu yəni burun cərrahisi ilə əlaqəsi olmur. Nə elədirsə doktor elədi. Bizdə insanlar niyəsə özlərində belə səhv olsa, əməliyyat sonrası bir problem olsa belə niyəsə doktora hədəf almağı daha çox sevirlər. Təəssüflisilə deyirəm bunu. Biz bunu yavaş-yavaş özümüzdə inkişaf etdirməliyik. Doktorlarla aramızda olan o münasibəti sözün əsl mənasında düzəltməliyik. Biz doktora gedərkən o müraciət etdiyimiz saatı normal seçməyimizdən tutmuş doktorla ünsiyyət tərzimizə qədər. Mən inanın Allaha doktorlarımızla danışarkən bəzən ürək ağrısı ilə onları dinləyirəm. Çünki deyir az qala bütün əsəbini gəlib bizdən çıxır kabinetdə insanlar. Çıxarkən qapını bizə çırpanlar, nə bilim əsəbə halda çevrilib gedənlər, yəni ən azından ölkəmizin ziyalısı olaraq bir hörmət etməyi bacaraq bu sahədə və bu yaxınlarda elə onkoloji mərkəzdə də doktorumuza qarşı o aqressiv yanaşmadan sonra həkimlər bir sorğulamalı olublar insanlarla münasibətini. Bu heç də yaxşı bir vəziyyət deyil. Mən çox istəyərdim ki, bir-birimizə qarşı, nəinki həkimlərə qarşı, doktor, cəmiyyətdə hər kəs bir-birinə səbirlə yanaşmağı bacarmalıdır. Hər bir söhbətdə, hər bir məsələdə. Qaldı ki, sağlamlıq məsələsinə gedəndə doktora az qala münəccim kimi baxırıq. Hətta insanlar var, doktorsan tap demirəm əlamətləri düşünənlər belə var. Amma çox yanlışdır. Halbuki biz nə qədər doktora detallı danışarsaq problemimizi, doktor o qədər bizə daha rahat və daha tez müdaxilə eləyər və yaxşı nəticəyə nail olar. Doktor, mən istəyirəm bir qədər poliplərdən danışaq. Burun əməliyyatlarında poliplər o qədər də danışılmayan mövzu olsa da az görülən məsələ deyil bildiyim qədərilə. Poliplər nə dərəcədə incidər, təhlükəlidir? Çünki insanlar o görüntüdən də çox narahat olur və qorxurlar. Burun bildiyimiz kimi xaricdən gördüyümüz yəni üç ölçülü burundan ibarət deyil. Burun daxilində burun ətrafı ciblər var, eyni zamanda burun boşluğu da var. Həmin bu burun boşluğu və burun ətrafı ciblərin də bəzi cərrahi xəstəlikləri var. Bunlardan ən birincisi burun polipləridir. Polip nə deməkdir? Burunda, burun daxilində belə deyək, burun selli qiyşasından qaynaqlanan istənməyən toxumadır burunda. Daha çox irsi və sonra da allergiya meyilli olan insanlarda bu müşahidə olunur. Daha çox bunlarla əlaqələndiririk. Və adətən iki tərəfli olur, bəzən tək tərəfli də ola bilir. Bu hallarda təbii ki, pasiyenti biz müayinə eləyirik. Əgər ölçü olaraq böyükdürsə və bu zaman cərrahi müalicə məsləhət görürük. Kiçik ölçülü olanlarda bir qədər gözləmək mümkündür, yəni tibbi müalicə ilə, dərman müalicəsi ilə. Amma əgər ölçü böyükdürsə, funksiyanı irəli dərəcədə pozursa, ciddi dərəcədə pozursa, bu zaman əməliyyat məsləhət görülür.
Aydındır. Bu arada doktor, mən sizi təbrik eləmək istəyirəm. Deyəcəksiniz, niyə reklam fasiləsində danışdıq? Mən də Şəkidənəm. Bugün Şəki 7 iyul tarixində 2714 yaşını qeyd edir. Qocaman bir şəhərin sakini olaraq sizi də təbrik eləyirəm. Ölkəmizdə müxtəlif şəhərlərin özünə məxsus günləri keçirilir və hər birinin də inkişafı göz qabağındadır. Şəki də uzun müddət bir belə deyək, su kanalizasiya sistemində bərpa sürəsi keçdi. İnşallah ki, bundan sonra artıq bərpa olunar. Çünki küçələr bayağı bir tərpədildi orada, dəyişildi. İnşallah bərpasından sonra da gözəl görkəm alacaq. Bu önəmli və köklü dəyişiklik idi Şəki üçün və uzun müddətdə həmişə beynəlxalq tədbirlərə ev sahibliyi eləyir. Məsələn, uzun müddət İpək Yolu festivalına ev sahibliyi etdi. Bildiyim qədərilə yeni keçirilir, davam eləyir bu festival və dünyanın müxtəlif yerlərindən dəyərli musiqi dünyasının insanları, xalq belə deyək, əməkdar artistlər, xalq artistləri Qazaxıstandan, Özbəkistandan, Türkmənistandan, müxtəlif ölkələrdən, Türkiyədən Şəkiyə gəlirlər və orada gözəl konsert proqramları ilə çıxış eləyirlər. Bu arada bütün şəkilləri təbrik eləyirəm bugün münasibəti ilə. Biz də davam edirik. Yeni qoşulan dinləyicilərimiz varsa hər birinizə uğurlu yol arzulayıram və xoş dinləmələr arzulayıram sizə. Bugün biz burun sağlamlığından danışırıq. Daha çox rinoplastika və eyni zamanda rekonstruktiv cərrahiyyəsinə gedən məsələlərdən. Qonağım isə bugün mənim Asif Əhmədovdur. Otorinolaringoloq, Lor Hospitalının dəyərli mütəxəssisi. Əlaqə saxlamaq istəyənlər 051 367 36 73 nömrəsinə yığarlar və doktorla birbaşa əlaqə saxlayarlar. Ancaq Lor Hospitala müraciət edib çağrı mərkəzindən də istifadə edə bilərsiniz. Ulduz 0111 və ya 077 502 0033 nömrəsini yığa bilərsiniz. Doktor, mən istəyirəm burun cərrahiyyəsindən sonra olan o reabilitasiya dönəmindən də danışaq. Çünki o dönəm insanları çox qorxudur. Hətta deyərdim ki, bəlkə də o dönəm qorxutduğu üçün əməliyyata gəlməyən insanlar var ki, ay yox, orada tamponlar olacaq, ağrı olacaq, uzun müddət yeyə bilməyəcəksən, içə bilməyəcəksən. Bunlar mifdirmi, həqiqətdirmi doktor? Burun əməliyyatından sonra biz ağrı çox nadir. Ağrı təbii ki, subyektiv bir şikayətdir. Amma çox az ehtimal ki, ağrı görürük. Yəni ona görə biz deyirik ki, artıq yəni bu əməliyyat ağrısız əməliyyat sayılır. Ağrı narahatlığı olmur pasientlərimizdə. Əgər söhbət estetik və belə deyək, funksional burun cərrahiyyəsindən gedirsə, yəni septorinoplastika, yəni burun çəpərinə müdaxilə olunur, eyni zamanda estetik dəyişiklik olunur burunda. Bu əməliyyatdan sonra biz bir həftə müddətə burun üzərində el arasında gips olaraq bilinir. Biz termal atel deyirik biz. Çünki üzərdən qoyduğumuz bantlar. Üzərinə qoyduğumuz gips və burun daxilində olan doil splintlər silikon olaraq bilinir, tamponlar bir həftə müddətə burunda qalır. İstənilən əməliyyatda bunu eləyirik biz. Yəni istənilən hər kəs bu əməliyyatı olan hər kəs bəli bu yolu keçir. Burnun sağalmaq üçün bu vacibdir. Bir həftə müddətə bunlar qalır. Bir həftədən sonra burun sarğısını açırıq. Yəni bunlar xaric olunur. Artıq burun tənəffüsü bərpa olunur. Burun üzərinə sadəcə bant yapışdırırıq. Bir həftədə, yəni ikinci həftə artıq əməliyyatdan sonra, ikinci həftəndə belə keçirir pasiyent. İkinci həftədən sonra tamamilə burnu açırıq. Yəni heç bir sərbəst olur artıq. Yəni bir həftədən sonra sərbəst olur deyə bilərik. Yəni burun üzərində dediyim kimi bir bant qalır, bu qədər. Başqa heç bir əlavə hansısa narahatlıq törədəcək bir vasitə, bir hansısa bir problem pasientlər yaşamırlar. Doktor, gülmək olmaz məsələsi həqiqətən problemdirmi? Bu göyə formasına təsir edirmiş. Bu biraz nisbi bir şeydir. Yəni bərk şeyləri çeynəmək olmaz, gülmək olmaz deyənlər var. Bundan əlavə aşağı baxmaq olmaz filan deyənlər var. Yəni mən çox açığı bunlara biraz qarşıyam. Yəni gülmək o qədər bir dəyişiklik yaradacaq bir şey deyil burunda. Çünki doktor orada əgər formanı veribsə, tikişləri atıbsa, yəni ciddi bir, çünki burun yenə də deyim mən sizə, yəni burun bir quruluşu var, qığırdaq və sümükdən ibarətdir. Bunun üzərində dəri quruluşu var. Yəni siz gülməklə o qığırdaq və ya sümüyü tərpədə bilməzsiniz. Dəyişdirə bilməzsiniz. Yəni normal icra olunan bir əməliyyatda sadəcə hansısa bir
müdaxilə, əllə müdaxilə, burnu əyilməsi, buruna travma, bu dəyişiklik yaradar, problem yarada bilər. İçəridə çünki ilkin dövrdə tikişlər və s. olunur. Bunlarda sökülmə, açılma və s. kimi problemlər ola bilər. Amma yəni çeynəmə ciddi problem yaradacaq bir şey deyil. İsti soyuq çox ciddi problem yaradacaq bir şey deyil. Əməliyyatın ilk dövründə, deyək ki, ilk 1 həftə, 2 həftə, 1 aya qədər olan dövrdə bunlar elə ciddi problem yaratmır. Yəni bir dəyişikliyə səbəb olmur. Sadəcə olaraq istədiyimiz şişkinliyə yönəlik o da, yəni son burun vəziyyətinə təsir eləmir bunlar. İlk 2 həftə biraz baş yuxarıda yatmağı istəyirik pasiyentdən. Yəni əgər tək yastıqla yatırsa, 2 yastıqla yatmağını biz məsləhət görürük. Təbii ki, boynunu narahat eləməyəcək dərəcədə. Bundan əlavə sağa-sola çevirməyi çox istəmirik yatarkən. Nəyə görə? Şişkinliyə görə. Sadəcə şişkinliyə görə. Yəni o gələcək formasında ciddi bir dəyişiklik, yəni deyim, mənfi mənada yaradacaq bir şey deyil bu. Sadəcə ilk dövrdə əgər məsələn deyək ki, sol tərəf üzərinə yatan bir pasiyent sol tərəfdə yerin cazibə qüvvəsinin təsiri ilə daha çox şişkinlik görə bilər və bunu əyilmiş kimi öz-özünə baxıb hiss eləyə bilər. Bunu istəmirik, yəni səbəb budur. Ona görə deyir ki, əgər yata bilirsinizsə bel üstə yatın, yata bilmirsinizsə sağa nə qədər yatsanız sola da o qədər yatın və burnunuz yastığa dəyməsin. İstədiyimiz şey budur. Doktor, duş, hovuzla vəziyyət necədir? Hovuzlara getməsi insanların problem yaradarmı? İsti duş problem yaradarmı? Çünki bizdə bunlara da çox önəm verirlər. Duş problem yaratmır. İlk həftədən sonra normal evdə duş ala bilər pasiyent. Çox qaynar olmamaq şərti ilə, su çox qaynar olmasın. Hansısa çimərlik və s. gedəcəksə, dəniz açıq su mənbəyi kənarına gediləcəksə, bu zaman bizim ən çox istəmədiyimiz və qorunmamız lazım olan şey əslində günəşdir. Su deyil, bəli. Su əslində dəniz suyudursa, hətta onun burnuna xeyri də var. Amma biz günəşi istəmirik, açığı ki, o açıq günəş şüaları. Çünki bilirsiniz necədir, buruna biz müdaxilə etdiyimiz zaman təbii ki, o dəridə belə şişkinlik olur, dəriyə müdaxilə olunmuş olur və həmin o günəş şüaları dəridə hansısa bir istəməyən dəyişikliklərə səbəb ola bilər. Pigmentasiya dəyişiklikləri, çillənmə və s. kimi problemlərə səbəb ola bilər. Hətta dəri daha tez belə deyək, yanır, yəni günəşdən. Ona görə biz yəni yeni stres görmüş bir nahiyyə kimi yəni günəş travmasına da məruz qalmasın. Günəş yanığından biz qaçırıq. Yəni o günəşin işığından biz dərini, burnu qorumalıyıq. Ona görə də eləyəcəyimiz şey nədir? Gedə bilmərik, belə bir şey yoxdur. Gedə bilərik, amma günəşdən qorumaq üçün kremlər var. Faktorlu, 50 faktor, SPF 50 yazılan 30 faktor, 50 faktor kremlərimiz var. Biz yaxşı bir markanın SPF 50, yəni 50 faktorlu kremini sürtməyi tövsiyə edirik ki, burun, gözaltı, eyni zamanda üst dodağa qədər bu kremi çəkməlisiniz ki, hətta ilk 1 il bunu əgər 3-5 dəqiqə günəş altına çıxacaqsa pasiyent heç bir problem olmaz. Amma əgər 15-20 dəqiqə, yarım saat, 1 saat qalacaqsa bunu sürtərək rahat gəzə bilər. Müdafiə olunmuş şəkildə getməsi daha arzu olunandır. Doktor, həm rinoplastika, həm də çəpər əyriliyi ilə bağlı bir paralel sual verəcəm sizə. Adətən insanlar, xüsusən də bu kişi xeylaqları adətən düşünürlər ki, əşi gedirəm bir rinoplastikadır. Doktor, mənim bir nəfəs alma problemimi həll eləsin, mənə yetər. Olurmu ki, məsələn deyəsiniz ki, yox, burada estetik tərəflərə də ehtiyac var. Yoxsa bu artıq insanların seçiminə mi qalıb? Çəpər əyriliyi ilə paralel. Çəpər əyriliyi bəzən sadəcə daxildən müdaxilə olunaraq düzəldilə bilmir. Nəyə görə düzəldilə bilmir? Çünki burunda ciddi mənada burun oxu əyriliyi ola bilər və ya burun daxilində, burun keçidində valv və ya klapan deyilir. Orada bir darlıq ola bilər. Bu kimi hansısa mexaniki bir problem varsa burunda, artıq pasiyentin istəyindən çıxır o zaman. Bəli, bunlara müdaxilə olunmalıdır. Deyirik ki, baxın, sizdə çəpər əyriliğiniz var, amma çəpər əyriliyindən əlavə bu probleminiz də var burunda. Yəni buna da müdaxilə olunmalıdır ki, siz rahat nəfəs ala biləsiniz. Sırf çəpər əyriliyi əməliyyatı olsanız, siz o təsəvvürünüzdə olan,
xəyalınızda olan o tənəffüs sizdə olmayacaq. Yəni onun deyək ki, sizin nəzərinizdə tutduğunuzun deyək ki, bir 30% olacaq. Gələcək. Bu da sizi qane eləməyəcək. Bunu əvəzdən deyirik pasiyentə ki, yəni nə oldu, nə problem var, nə olub, nə olmadığını pasiyent özü əvəzdən bilməlidir təbii ki. Doktor, bu daha masştablı bir əməliyyata mı keçir o zaman? Bu çəpər əyriliyinə görə bəli, açıq belə deyək də, rinoplastikaya gedir artıq. Açıq burun əməliyyatı və ya açıq septoplastika çəpər əyriliyinin açıq formada aparılması bəli, ehtiyac ola bilər. Hətta bəzi vəziyyətlərdə biz pasiyentə əlavə qığırdaq ehtiyacı ola bilər. O necə alınır? Belə deyim mən sizə, qığırdaq əksikliyi olan və ya olan qığırdağın ciddi deformasiyası, yəni artıq işə yaramayacaq qədər. Bu xüsusilə travmatik burunlarda olur və ya professional idmançılarda, məsəl üçün bəli, onlar zədə almış olur. Ilə bəli məşğul olan şəxslərdə belə görə bilirik biz idmançılarda. Bu zaman biz qabırğa qığırdağı götürürük. Pasiyentdə sağ tərəfdə sinədən təqribən bir 3 sm ölçüsündə kəsiklə orada qabırğanın mərkəzi hissəsində qığırdaq mövcuddur. Həmin o qığırdaq rezervini biz götürürük və həmin qığırdaqla burnu rekonstruksiya edirik. Doktor, məsələn, boks kimi bir peşə ilə məşğul olan insanlar, tutalım əməliyyat etdiniz, o da onun həyat tərzidir və işi budur, adam idmançıdır. Gələcəkdə necə olur? Növbəti dəfə sınıqlar, növbəti dəfə travmalar mı? Yox, biz onu onun belə deyək, karyera həyatı, yəni professional iş həyatı ilə əlaqədar danışırıq ki, baxın, siz bundan sonra artıq travma almamalısınız. Travma alsanız, bu yenə ən başa, ən əvvələ qayıdırıq. Yəni elədiyimiz şeyin heç bir mənası olmur. Artıq ikinci dəfə, bəlkə də üçüncü dəfə əməliyyata girmiş olacaqsınız belə getsə. Ona görə də biz deyirik ki, baxın, siz bu işi nə vaxt dayandırsanız ki, mən artıq bu işlə məşğul olmayacağam, burnum travma almayacaq, ondan sonra biz bunu eləyək. Buna bizdən danışırıq təbii ki. Yəni burada bir mənası yoxdur o zaman o işi görməyin. Yəni biraz belə elə olur. Biraz elə olur. Doktor, bir də çəpər əyriliyi ilə bağlı bir məqamı da sizdən soruşum. Adətən məsələn böyük yaşlarda insanlar çəpər əyriliyi ilə danışanda deyir, məndə uşaqlıqda olub. Amma uşaqlıqda uşaqlarda o qədər də bilinmir. Ancaq böyüyəndən sonra baxırsan ki, ciddi problemi var insanın. Bu nə ilə əlaqəlidir? Yəni fizioloji olaraq sümükmü orada formalaşmır deyə uşaqlıqda? Məsələn, analar çox zaman bilmir ki, övladında çəpər əyriliyi var. Çəpər əyriliyi bilirsiniz necədir? Birinci növbədə irsi tərəfi olan bir şeydir. Yəni siz çəpər əyriliyi mi? Bəli, çəpər əyriliyinin irsi tərəfi yəni yıxılmadan da ola bilər uşaqlarda. Bəli, bütün xəstəliklərin mənim inandığım, yəni ən böyük faktoru irsi faktordur birinci növbədə. Eləcə də çəpər əyriliyi də irsiyyətlə əlaqəli bir xəstəlik sayılır birinci növbədə. Yəni əgər məsəl üçün bir çox uşaqda deyək ki, və ya gəncdə onun valideynləri ilə eyni buruna, oxşar buruna sahib olur. Bu elə irsiyyətdən irəli gəlir və valideyndə olan çəpər əyriliyi eyni uşaqda da biz həmin çəpər əyriliyini görə bilirik. Uşaqlarda burun tam formalaşmadığı üçün, eləcə də burun daxili də tam formalaşmır. Görürsünüz, bütün uşaqların burnu çox gözəldir. Balaca, üstü düz, sağa sola əyilir. Bəli, çox qəşəng, xoş burunları olur uşaqların. Bu təbii ki, formalaşdıqca, yəni yaşa dolduqca burunda da qığırdaq və sümük hissələrdə böyümə baş verir. Bu böyümə də çəpər əyriliyi elə qığırdağın böyüməsidir. Sadəcə olaraq normadan artıq böyüdüyü üçün artıq əyilmə baş verir orada. Aydındır. Biz ancaq bunu kənardan belə deyək, çəpər əyriliyi kimi görürük. Bəli, tam formalaşmış burunda daha net görürük bunu, daha dəqiq ortaya çıxmış olur görüntüsü. Uşaqlıq dövründə yüngül çəpər əyriliyi olduğu zaman biz əməliyyat məsləhət görmürük. Deyirik ki, baxın, tam formalaşsın orqanizm. Burun tam formalaşsın. Bu oğlanlarda 18 yaş tamam olması, qızlarda 17 yaş tamam olması deməkdir. Tez halda. Bəli, bizim üçün əməliyyat göstərişi. O yaşdan sonra əməliyyat eləyək. Uşaqlarda heç mümkün deyil. Yox, belə deyil. Uşaqlarda da mümkündür. Xüsusilə çox ciddi çəpər əyriliyi, yəni heç nəfəs ala bilmir uşaq. Belə burunlar, belə uşaq pasiyentlər, bizdə pediatrik pasiyentlər olur. Bu zaman əməliyyat eləyə bilirik. Amma
bizim istədiyimiz şey maksimal dərəcədə o əməliyyatı əgər ciddi problemə səbəb olmayacaqsa ertələməkdir, təxirə salmaqdır. Yəni. Aydın. Yəni o qədər vacib deyil. Estetik Bəli, bəli, tərəfdirsə o qədər tələsməyə ehtiyac yoxdur. Media doktoru dinləyirsiniz. Media doktoru dinləyirsiniz. Çox az vaxtımız qalır. Aysif Əhmədov studiyamızın qonağıdır. Otorinolaringoloq doktorumuz. Lor Hospitalın dəyərli mütəxəssisi. 051 367 36 73 nömrəsi ilə doktorla əlaqə saxlamaq istəyənlər buyura bilər. Klinikanın çağrı mərkəzini qeyd eləyəcəm. Ulduz 01 11 və ya 077 502 00 33. Canlı efrimizin nömrəsi isə 055 999 1055-dir. Media FM-i birbaşa yığıb sualınızı ünvanlaya bilərsiniz. Sizinlə mənəm Sona Buynina və doktorumuza istəyirəm xorultu ilə bağlı sual verim. Efirdən öncə doktorumuz çox maraqlı bir söz dedi. Dedi ki, dünyada xorultu cərrahiyyəsi var. Ancaq Azərbaycanda bu o qədər də məşhur deyil. Söhbət nədən gedir doktor? Xoruldama hal-hazırda dünyada ən aktual problemlərdən biri sayılır. Sırf xoruldama deyil, həkimlərin, yəni bizim daha çox fokuslandığımız nöqtə obstruktiv yuxu apnoyası sindromu Həmişə danışılan apnoyalar. Bəli, adlanan bir problem var. Obstruktiv yuxu apnoyası sindromu bir növ xoruldamanın bir sonraki mərhələsidir. Doktor, niyə təhlükəlidir ki? Çünki insanda bir çox orqan və sistemin pozulduğuna gətirib çıxardır. Bunlardan ürək-qan damar sistemində problemlərə səbəb olur. Mədə-bağırsaq sistemində problemlərə səbəb olur. Sinir sisteminin narahatlığına səbəb olur. Təsəvvür edin ki, yüksək qan təzyiqi olan insan gec aşkarlayır ki, bəli, mənim yuxu apnoyam var və buna bağlı məndə yüksək qan təzyiqi var və bu təzyiqlə mən illər boyu yaşamışam, yəni heç bir səbəbi bilinmədən yaşamışam. Ancaq ki, xoruldama aradan qalxdıqdan sonra bu pasiyentin təzyiqi təqribən 20-30 mm civə sütunu aşağı düşür. Təsəvvür edin ki, 160 olan təzyiq 130-lara qədər, az qala normaya düşür. 130-a qədər bəli, aşağı düşür. Yəni bu qədər fərq eləyə bilər. Ona görə də bugünkü gündə ölkəmizdə çox bilinmir, amma xaricdə çox aktual mövzulardan biridir. Xoruldama problemi və təbii ki, insanlar bunu xoruldama olaraq deyir və ya boğulma, xorulduyuram və boğuluram kimi izah edirlər. Kənardan da insanlar onu belə görür, sanki nəfəsi getdi deyirlər. Tibbdə bəli, bu obstruktiv yuxu apnoyası sindromudur. Obstruktiv yuxu apnoyası sindromu. Doktor, əməliyyat zamanı nə edirsiniz? Ümumiyyətlə, obstruktiv yuxu apnoyası sindromunun dərman müalicəsi yoxdur. Biz birinci növbədə nəyə məsləhət görürük? Həyat tərzi dəyişikliyi deyirik biz. Bu nədən ibarətdir? Əvvəla, əgər çəki artıqlığı varsa, çəki atmalıdır pasiyent. Çünki bu çəki ilə bəli, düz mütənasib olaraq artan problemdir. Xoruldama da eyni zamanda, yəni bunun təbii ki, üzdə görülən ən belə deyək, bariz əlaməti elə xoruldama özüdür. Ona görə də xoruldama da çəki ilə artdığı üçün biz deyirik ki, birinci növbədə çəki atılmalıdır, azaldılmalıdır ən azından. Təsəvvür edin ki, 5-10 kilo çəki atan bir insan təqribən 20-30% xoruldamasının azaldığını deyir bizə. Bundan əlavə yatış pozisiyasında dəyişikliklər, yan yatmada məsəl üçün daha az olur xoruldama və ya heç olmur. Bunu pasiyentlər müşahidə edirlər. Bu kimi dəyişikliklər və ya fiziki hansısa bir fəaliyyətlə məşğul olma, yatmadan qabaq, açıq havada gəzmə, çox yorulmama, çünki yorğunluq da eyni zamanda spirt qəbulundan uzaq olmaq. Çünki bunlar artıran səbəblərdir. Xoruldamanı eyni zamanda apnoyunu da artırır. Bunlardan uzaq qalmağı məsləhət görürük. Bu ilkin mərhələdir. Bəli, bu həyat tərzi dəyişikliyi dediyimiz mərhələdir. Əsas mərhələsi bizim məsləhət gördüyümüz, biz bu işin əməliyyat tərəfinə baxırıq. Əməliyyatla sağlam problemdir, çünki patologiyada xəstəlikdir. Bir də bundan əlavə əməliyyat istəməyən pasiyentlər üçün CPAP müalicəsi deyilən bir müalicə var. Bu nə deməkdir? Təsəvvür edin ki, bir maska ilə müsbət təzyiq verilir və həmin maska verdiyi o müsbət təzyiq
xoruldamanı aradan qaldırmır. Sadəcə xoruldamanın o mənfi fəsadlarını aradan qaldırır. Ancaq bunun da mənfi tərəfi odur ki, hər axşam təsəvvür edin ki, o maskanı taxmalısınız, yanda kompressoru var. Cihaza bağlı bir cihazla şey. yatmalısınız. Yəni belə Aydındır. bir şeydir. Bunu da bir çox pasiyent qəbul eləmir. Hətta statistikaya görə 2 pasiyentdən biri bundan imtina edir. Cərrahiyyədə doktor belə deyək, nəticə 100%dirmi? Cərrahiyyədə biz 100% deyə bilmirik. Yəni 100% bir şey yoxdur. 2 vur 2 4 eləməz. Həmişə 4 eləmir. Çox zaman 4 eləyir, həmişə 4 eləmir. Bəzən 5 eləyir, bəzən 3 eləyir. Belədir. Qeyri-dəqiq elmdir tibb və ehtimal sənətidir bildiyiniz kimi. Əlbəttə. Biz təqribən 85-90% öhdəsindən gələ bilirik. Amma birinci növbədə hər xoruldaman var deyən pasiyentin xoruldaması eyni dərəcədə deyil. Yəni fərqlidir. 10 nəfəri gətirsəz, onun da fərqli dərəcələrdə xoruldaması olur. Doktor, bunu necə ayırd edirsiniz? Yəni hər insanın yatarkən yanında olmur axı həkim. Bəli, bunun üçün polisomnografiya testi deyilən bir test var, yuxu testi. Bu necə bir şeydir? Təsəvvür edin ki, bir gecə klinikada qalırsınız, yatırsınız, belə deyək, 6-8 saatlıq bir yuxu müddəti tələb olunur. Bu müddət ərzində sizə bədəninizə fərqli, təqribən 10-dan çox, 10-15 arası, təqribən 12-13 ədəd sensor bağlanır və sizin o bir gecəlik yuxunuz qeydə alınır. Həmin bu bir gecəlik yuxu ərzində bizim o apnoe dediyimiz əslində nəfəsin dayanması müddətidir. Həmin müddəti ölçürsünüz. Həmin müddət, bəli, tənəffüsün çox azalması və tamamilə dayanması 2 formada qeyd olunur. Bunların hər ikisi ölçülür və bizə bir əmsal çıxarılır. Və həmin əmsala görə sizdə hansı ağırlıqda bir xoruldamanız var, bu təyin olunur. Və həkim buna görə cərrah. Bundan sonra həmin bu testin nəticəsinə görə sizə müalicə məsləhət görülür. Əgər əməliyyat məsləhət görüləcək, təbii ki, biz əyani müayinə də eləməliyik. Klinikada baxırıq, əyani müayinə olunursunuz, endoskopik müayinə olunursunuz. Bizim müdaxilə elədiyimiz 3 mərhələ var hava yolu ilə əlaqədar. Birinci növbədə burun. Burundan tənəffüsünüz tam olmalıdır. Burun tənəffüsündə problem olmamalıdır. Bundan sonra əvvəla deyim ki, bu xoruldama pasiyentlərində təqribən 25-30%-də təqribən burun səbəbi olur xoruldama. Əsasən bizim problem gördüyümüz hissə yumşaq damaq dediyimiz hissədir. Yəni o güzgüdə ağız açıb güzgüyə baxdığınız zaman yuxarıda dilin üst hissəsində gördüyünüz hissə ki var. Ən çox problemli nöqtə sayılır. Ora sayılır. Həmin nahiyənin əməliyyatı icra olunur. Yəni ağız içərisində olunan bir bu əməliyyatdır. Bəzi pasiyentlərdə isə dil kökündə belə deyək, böyüklük olur, artıqlıq olur və həmin pasiyentlərdə dil kökü cərrahiyyəsi məsləhət görülə bilər. Amma ən çox bizim deyim ki 50-60% pasiyentə biz yumşaq damaq, yəni boğaz cərrahiyyəsi məsləhət görürük. Və bununla da məsələ həllini tapmış olur. Bəli, 85-90%-ə qədər bu işin öhdəsindən gəlmək olur. Doktor, təşəkkür edirəm sizə. Çox sağ olun gəldiyiniz üçün. Çox xoş oldu. Bugün bizim studiyamızın qonağı Asif Əhmədov idi. Otorinolaringoloq doktorumuz, Lor Hospitalın mütəxəssisi 051 367 36 73 nömrəsi ilə doktorla birbaşa əlaqə yarada bilərsiniz və klinikanın çağrı mərkəzinə diqqətinizə çatdırıram. Ulduz 0111 və ya 077 502 00 33 nömrəsini yığa bilərsiniz. Biz bugün burun cərrahiyyəsindən danışdıq və çalışdıq ki, maksimum burun cərrahiyyəsi ilə bağlı insanları maraqlandıran məsələlər nədirsə, o ətrafda danışaq. Əslində bu çox mürəkkəb bir quruluşa malik olan layihədir. Danışsaq o qədər məsələləri var ki, məsələn burada hələ sinuslar var, nə bilim danışmadığımız o qədər məsələlər var ki, doktorumuz məsələn efirdən öncə onkologiyaya qədər vurğuladı bu məsələləri ki, onkologiyaya qədər icra oluna bilir bu məsələlər. İstənilən halda hər kəsə sağlamlıq arzulayıram və təbii ki, Allah eləməsin, səhhətinizlə bağlı hər hansı bir probleminiz olarsa, nəfəs almanızla hər hansı bir probleminiz olsa, uşaqlarda qulaq, belə deyək, burunda ət olarsa, qulağı ilə bağlı hər hansı bir problem olarsa, boğaz əti olarsa, o zaman Asif doktor sizin ixtiyarınızda və qulluğunuzdadır ki, sizə xidmət etsin, sizin o əməliyyatlarınız lazımdırsa, əməliyyatlarınızı etsin, müayinələrinizi aparsın, müalicələrinizi aparsın ki, siz heç bir problem yaşamayasınız ya da övladlarınız
hər hansı bir problem yaşamasın. Biz ayrılan zaman yekunlaşır. Siz isə özünüzə yaxşı baxın. Media Doktor, sağlığın varlığındır.